Həmçinin bu günlərdə ən çox edilən ibadətlərdən biri dua, qardaşım. Çoxlu dua eləmək, fürsətdir. Ən əzəmətli ibadətdir. Allaha ən sevimli ibadətdir. Ən hörmətli ibadətdir dua etmək. Vallahi bütün xeyirləri cəm edib mənim qardaşım, biləsən dua. Mutarrif ibn Şəxxir, Allah ona rəhmət eləsin, sələfin böyük imamlarından olub. Deyir ki, mən deyir, xeyirləri özündə cəm edən bir şey haqqında düşündüm. Görüm o nədir ki? Yəni xeyirlərin hamısı özündə cəm edib. Baxdım, gördüm xeyirlər çoxdur. Namaz xeyirdir, oruc, sədaqə xeyirdir və gördüm ki, bunlar hamısı Allahın əlindədir və bunu sən Allahdan yalnız istəyərək ala bilərsən və o da verəcək. Və o zaman bildim ki, bütün xeyirlərin cəmi əsası nədir? Duadır. Sən Allahın əlində olanı başqa cür Allahdan ala bilərsən, qardaşım. Bax, nə qədər xeyirlər var. Dünya və axirət xeyirlər. Hamısı kimdədir? Allahdan. Sən bunu Allahdan necə ala bilərsən, qardaşım? Allaha aciz qoyan kimsə var? Heç cür Allahdan ala bilməzsən. Allahı məğlub edə bilərik? Yox, qardaş. Necə ala bilərsən? Yalvararaq, istəyərək. Nə qədər ehtiyaclarımız var? Dünya və axirət ehtiyacları. Qardaşım, kimin əlindədir? Allah. Və vallahi biz bunu Allahdan yalnız istəyərək ala bilərik, başqa cür bacarmarıq. Və o zaman bildim ki, bütün xeyirlərin əsası cəmiyyəti hamısı deyir duadadır. Nə əzəmətli ibadətdir. Və Allah-u Teala qəzəblənər bəndə sonra dua eləməyəndə. Çünki bu kibirin, təkəbbürlüyün əlamətidir. Yəni sən bu qədər özündən razısan, bütün xeyirləri özündən görürsən ki, sən Allaha möhtac deyilsən. Yəni hamısı sən əldə eləmirsən, sən qazanmısan. O səbəbləri hamısı sənə verən Allahdır, zəkadır, bacarıqdır, qüdrətdir, fərasətdir. Bunu kim verib, qardaşım? Allah verib də, qardaş.